Yeni ilin gəlişi ilə birlikdə tez-tez səslənən at ili, əjdaha ili, ilan ili kimi anlayışlar əslində minilliklərə söykənən Çin təqvim sisteminə əsaslanır. Sferas xəbər verir ki, bu sistemin yaşı 4-5 min ildən çoxdur və sadəcə inanclara deyil, astronomik müşahidələrə də söykənir. Araşdırmalara əsasən Çin zodiakı 12 heyvandan ibarət dövrü sistem üzərində qurulub. Bu heyvanlar sıçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, keçi, meymun, xoruz, it və donuzdur. Hər il bu ardıcıllıqla dəyişir və 12 ildən bir eyni heyvan ili yenidən qayıdır. Bildirilir ki, bu bölgünün yaranması bir neçə amillə bağlıdır. Əfsanəvi izaha görə Budha heyvanları yanına çağıraraq gəlmə sırasına uyğun olaraq illərə ad verib. Digər elmi yanaşmaya görə isə sistem Yupiter planetinin Günəş ətrafında təxminən 12 ilə dövr etməsi, Ay-Günəş təqvimi və kənd təsərrüfatı dövrü ilə əlaqələndirilir. Qeyd edilir ki, hər heyvan ili müəyyən xarakter xüsusiyyətlərini və dövrü enerjini simvolizə edir. Məsələn, əjdaha ili güc və liderliklə, ilan ili zəka və intuisiya ilə, at ili isə azadlıq, hərəkətlilik və zəhmətkeşliklə əlaqələndirilir. Bu sistem Çin fəlsəfəsindəki yin-yang balansı və 5 ünsür nəzəriyyəsi ilə birlikdə şərh olunur. Araşdırmalara görə 2026-cı il at ilinə təsadüf edəcək. Çin təqviminə əsasən at ili 17 fevral 2026-cı ildən başlayacaq. Tarixi və astroloji mənbələrdə at ili cəmiyyətdə dinamikanın artdığı, sosial və iqtisadi proseslərin sürətləndiyi dövr kimi qiymətləndirilir. Qeyd edək ki, bu təqvim sistemi təkcə Çində deyil, Koreya, Yaponiya, Vyetnam və digər Asiya ölkələrində də əsrlər boyu istifadə olunub və bu gün də mədəni və simvolik əhəmiyyətini qoruyub saxlayır.